Növbəti sual bir funksiya və bir mürəkkəblik vermişəm. Yəqin ki, bilirik. Fog x nə demək idi? Mürəkkəb F içində Jx. Yəni bu bizə bunu deyir. F içində fa bərabərdir nəymiş? 8'miş. Anı istəyir. İndi müəllimlər qrafiki oxumağı bacarmalısınız. Bax, y nə vaxt 8 olur? X nə olsun? 0.0. 0. Yəni f0 8 idi. Onda bu nə deməkdir? Diqqət. Baba, bura nəymiş? 0. 0'mış ki, f0 nədir? 8'dir. Yəni fa nəymiş? 8. 0. Ama bu içəri 0'mış ki, f0 8'dir. Da bununla bunu müqayisə edeyim. Sonra, şimdi funksiya nə vaxt 0 olur? Funksiyanın 0 olduğu yer haraydı? O x-oxun kəsdiyi nöqtə. Bu da bura. 5. Burada f5 nəyə bərabər idi? 0'a. 0'a. Deməli, bu 0 olduğu yerdə bura nəymiş? 5. 5. Deməli, f-da 5 imiş. İndi y-in 5 olduğu yeri istəyir. Görürsünüz, məntiqlidir. Mənfi 2 nöqtəsi. Deməli, f-2 də nə idi? 5. Deməli, A neçəymiş? Mənfi 2.